məndə babasil var və babasildən əziyyət çəkirəm. Qəbizlik problemi yaşayıram. Təbii yollarla müalicə demək olar alınmır, bağırsaq işləmir. Heç bir effekt yoxdur, bağırsaq ölüdür. Mən analiz vermək istəyirəm babasildən və yoğun bağırsaqdan. Necə eləyə bilərəm bunu? Onu müəyyənləşdirmək üçün babasildən pis iyi gəlir deyir. Buna görə də rahat alınmır bu. Əgər dərman bitkiləri istifadə eləməsəm, şamdan istifadə eləməsəm qəbz oluram. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə köməklik eləyəsiniz. Mən necə analiz verim? Öncədən təşəkkürlər. Çox sağ olun. Qısa cavab budur ki, proktoloqa müraciət edin. Amma ümumi digər izləyicilərimiz üçün də deyə bilərəm ki, bağırsaq çox önəmlidir və qəbzlik yaxşı bir şey deyil. Qəbzi aradan götürmək üçün bir çox üsullar var. Düzgün qidalanmaq, hərəkət eləmək, çoxlu maye qəbul eləmək, lifli bitkilərdən istifadə eləmək, xüsusi yağlardan, yenə gerçək vazelin yağlarından istifadə eləmək, imalələrin aparılması çox yaxşıdır. Həm dediyim, yuxarıda biraz adı çəkdiyim ayızda şamları da həmən o bağırsağa çox gözlü kömək eləyir. Babasilə də həmçinin, qəbzliyə də həmçinin. Amma bu xəstəmizdə çoxdanın xəstəsidir, çox narahatdır. Burada mütəxəssissiz alınmayacaqdır. Mütləq proktoloqun nəzarəti altında. Lazımdırsa əməliyyat olunması, lazımdırsa müalicə olunması, kompleks müalicə getməlidir. Həm bağırsağı müalicəsi getməlidir. Yəni gastroenteroloqlara, proktoloqlara mütləq müraciət eləsin. Başqa bir izləyicimiz yazıb ki, rak xəstəliyinin mədə-bağırsaq şişlərini pixtovaya, masla və zolatoy mumya ilə müalicə etmək olar. Ancaq sxemlə. Mənə maraqlıdır ki, yəni bu izləyici yəqin ki, sual yox, konkret olaraq fikir bildirib. Bu iddia doğrudurmu? Doğru deyil. Müalicə sözü doğru deyil. Əgər yazsaydı ki, kömək eləmək olar, doğrudur. Müalicə altında baxır nə başa düşülür. Müasir təbabət iki istiqamətdə gedir. Allopatik və homeopatik. Bugün üstünlük təşkil edir 99% allopatik yanaşma. Homeopatiya da naturopatiyanın bir hissəsidir. Tamamilə başqa bir fəlsəfədən irəli gəlir. Allopatiya odur ki, sən yad cisimlərlə insana təsir edib nətərsə onu yönəldirmək istəyirsən. Homeopatiya odur ki, bədənə oxşar preparatlarla eləmək, təbii preparatlarla eləmək. Naturopatiya da ümumiyyətlə natura, təbiətdir, patiya meyillikdir. Təbii vasitələrdən, sudan, musiqidən, gildən, arıdan, havadan, torpaqdan, yəni təbiət hissədən nə varsa hamısından istifadə edib bərpa eləmək. Nədir burada fəlsəfənin əsası? Elmi paradigma, fəlsəfə odur ki, insan təbiətin bir hissəsidir və kainatda ahənglik varsa da, insanda da ahənglik olanda biz heç vaxt xəstələnməyəcək və uzun ömürlü 100, 200 il, 500 il və artıq yaşaya bilərik. Amma biz qeyri-ahəng